Salam əziz şagirdlər. Bugün biz 9 illik təhsil bazasından buraxılış imtahanına hazırlaşan şagirdlərimiz üçün feilin təsvirlənməyin formalarının testlərini izah edəcəyik. Deməli, bildiyimiz kimi feilin təsvirlənməyin formaları hansılardır? Məsdər, feili sifət və feili bağlama. Biz bu testləri etmək üçün ilk öncə feilin təsvirlənməyin formalarının hər birinin şəkilçilərini əzbər bilməliyik. Şəkilçiləri bildikdə variantlarda onları tapmaq daha da asanlaşır. Birinci testdə deyilir: hansı məlum növdə olan feili sifətdir? Feili sifət şəkilçiləri hansılardır? Onları bir xatırlayırıq. Dıq üstə gəlmən subyekt, an, ən, mış, miş, muş, müş. Daha sonra ası, əsi, malı, məli feili sifət şəkilçilərdir. Variantlara baxdıqda dıq üstə gəlmən subyekt A variantında biz feili sifət şəkilçisine rast gəlirik. Amma B variantında vidalaşmaq, vidalaşanda feili bağlama şəkilçisi olduğu üçün B variantı düzgün cavab deyil. Bahalaşmadan sözün kökü bahalaş, bahalamaq feili yoxdur, bahalaşmaq və madan feili bağlama şəkilçisi olduğu üçün D variantı deyil. Sulaşmaq, sudan sulamaq yaranıb, sulamaq feili və sulaşmaq feili dığın feili sifət şəkilçisidir. Bizdən məlum növdə olan feilləri istəyir. Məktublaşan sözün kökü, ona görə A bəndi deyil. Sözün kökü C variantında məktub sözün köküdür. Məktublamaq feili olmadığına görə məktublaşmaq, məktublaşmaq sözün leksik şəkilçisi, an isə feili sifət şəkilçisidir. Gördüyümüz kimi burada feilin qrammatik məlum növlərinə aid olan heç bir şəkilçini qəbul etmədi bu feil. Ona görə də düzgün cavabımız olacaq C variantı. Döyüşmüş sözündə isə göründüyü kimi döyüş sözün kökü üş şəkilçi, mış isə feili sifət şəkilçisi olsa da burada ış döyüşmək feili qarşılıq növdə olduğu üçün biz E variantını da götürə bilməliyik. Düzgün cavabımız oldu C variantı. Daha sonra ikinci testimizdə biri feilin təsvirlənməyən formasındadır. Təsvirlənməyən formaların hər üçünün şəkilçilərini bildikdə bunu yerinə yetirmək, bu testi etmək çox asanlaşır. Saxlasa sözün kökü saxla, sa feilin şərt şəkli. Təsvirlənməyən forma deyil, təsvirlənən forma olduğu üçün A variantı düzgün variant deyil. Aparır sözün kökü apar, indiki zaman şəkli, yəni feilin xəbər şəklini yaratmışdır. Ona görə də B variantı da düzgün cavab ola bilməz. Görüşdükdə sözün kökü gör, görməkdən görüşmək qarşılıq növ yaranıb. Dıqda, dikdə, duqda, dükdə isə feili bağlama şəkilçisidir. Düzgün cavabımız C variantıdır. Danış sözün kökü acaq isə gələcək zaman şəkilçisi olduğu üçün feilin xəbər şəkli formalaşıb. Bu feilin təsvirlənən formasıdır. Bağışlayın sözün kökü bağışla, ın isə şəxs sonluğudur. Bu da feilin əmr şəklindədir. Yəni feilin təsvirlənməyən formasına aid heç bir şəkilçi qəbul etmədiyi üçün biz Y variantını da götürə bilmərik. Üçüncü testdə biri feilin təsvirlənməyən formasındadır. Başa düşəsidir. Sözün kökü başa düşmək feili, asəsi feilin lazım şəkli və təsvirlənən forma A variantı ola bilməz. Oxu sözün kökü sa feilin şərt şəkli B variantı da ola bilməz. Çünki bu da təsvirlənən formadır. Gəlmək sözün kökü miş isə zaman şəkilçisidir. Bu da feilin xəbər şəklindədir. Bu da təsvirlənən formadır. C variantı da düzgün variant deyil. Yaşayacaqdır. Sözün kökü yaş. A leksik şəkilçi yaşamaq. Acaq isə zaman şəkilçisidir. Bu da feilin təsvirlənən forması, feilin xəbər şəklini yaradıb. Dinləyən sözünün kökü dinləmək. Çünki dinməkdən dinləmək yaranmır. An, ən isə feili sifət şəkilçisidir. Ona görə də düzgün cavabımız Y variantı olacaq. Daha sonra dördüncü nümunədə. Nümunədə feilin hansı təsvirlənməyən forması işlənmişdir? Biz ilk öncə testdə, cümlədə feilləri tapmalıyıq. Yarpaqlar tərpəndikcə üzündə xəfif bir sərinlik hiss edirdi. Bizim feilimiz tərpəndikcə və hiss edirdi feillərdir. Bizdən təsvirlənməyən feilləri soruşur. Tərpəndikcə sözün kökü tərpənmək, dikcə isə feili bağlama şəkilçisi olduğu üçün cavabımız feili bağlama ola bilər. Daha sonra digər feilimiz hiss edirdi feili, etmək, hiss etmək, indiki zaman şəkilçisi, idi hissəci ilə işlənmişdir və bu feilin xəbər şəkli, yəni təsvirlənən formasıdır. Ona görə bizim düzgün cavabımız olacaq A variantı. 5-ci testdə
Nümunədə fiili sifət hansı cümlə özü vəzifəsində işlənmişdir? Mən aşiqəm, mərd ola, sevən gərək, mərd ola. Mərd ola kim? Biz ilk öncə fiili sifət tapırıq. Fiili sifət sevən sözüdür. An-ən fiili sifət şəkilsi ilə düzəlmişdir. Mərd ola kim? Sevən. Kim bildiyimiz kimi hansı cümlə üzvünün sualıdır? Əlbəttə ki, mübtədanın sualıdır. Deməli, düzgün cavabımız olacaq Y variantı. Məsdər hansı nitq hissələrinin xüsusiyyətini daşıyır və hansı cümlə öz vəzifəsində işlənə bilir? Bildiyimiz kimi, deməli, fiilin təsriflənməyən formaların hər biri ikili nitq hissəsinin xüsusiyyətini daşıyır və hər biri ilk öncə fiilin xüsusiyyətini daşımalıdır. Ona görə fiil olmayan variantların üstündən xətt çəkirik. Və bildiyimiz kimi fiili sifət fiilin və sifətin xüsusiyyətini daşıyır. Bu məsdərə aid xüsusiyyət deyil. Fiili bağlama isə fiil və zərfin xüsusiyyətini daşıyır. Məsdər fiilin və ismin xüsusiyyətlərini daşıyır və daha çox cümlədə mübtəda və tamamlıq vəzifələrində çıxış edir. Məsdərin isimli ortaq xüsusiyyətlərinə daxil deyil. Mənsubiyyə şəkilçisi qəbul edir. Bəli, oxumaq, oxumağın, oxumağa, oxumağı, oxumaqda, oxumaqdan. Yəni biz ona aid olan və yaxud da aid olmayan xüsusiyyətləri tətbiq etməklə onu daha da əminliklə müəyyən edə bilərik. Təsdiq və inkarda olur. Əlbəttə, məsdər fiilin formasıdır və təsdiqdə və inkarda olmaq hər bir fiilin məxsusiyyətdir. Deməli, oxumamaq, oxumaq, yazmaq, yazmamaq və s. Məsdər hallanır. Amma biz diqqətli olmalıyıq. Deməli, deyil, məsələnin isimlə ortaq xüsusiyyətinə daxil deyil. Təsdiq və inkar olmaq onun fiillə ortaq xüsusiyyətinə daxildir. Deməli, mənsubiyyə şəkilçisi qəbul etmək ismə aiddir. Hallana bilir, oxumağın, oxumağa. Mübtəda və tamamlıq olmaq da ismə məxsus xüsusiyyətdir. Nə sualına cavab vermək də oxumaq, nə oxumaq. Amma təsdiq və inkarda olmaq məsələyə məxsus xüsusiyyət olsa da, məsələnin isimlə yox, fiil ortaq cəhətlərinə aiddir. Ona görə də düzgün cavabımız olacaq B variantı. 8-ci testdə hansı cümlələrdə məsdər işlənmişdir? Məsdər şəkilçisi maq-mək. Yaxşılıq etmək insanlıq borcumuzdur. Nə? Yaxşılıq etmək. Məsdərdir 1. Digər variantların üstündən xətt çəkirik. Nümunəvi uşaqlar ön cərgədə oturmuşdular. Fiilimiz oturmuşdular və gördüyümüz kimi burada heç bir məsdərin şəkilçisinə rast gəlmirik. Maq-mək və ya maq-mək formasına rast gəlmirik. Məktubu oxuyarkən gözləri dolurdu. Oxuyarkən fiili və dolurdu fiilində də biz məsdərin yox fiili bağlamanın şəkilçilərinə və fiilin təsriflənən formalarının şəkilçilərinə rast gəlirik. Yaşamaq üçün yaratmalıyıq. Burada yaşamaq məsdərdir. Yaşamaq məsdərdir. Deməli 1-4 düzgün cavabımızdır. 2 də düzgün olmadığı üçün 3-ünü də götürmürük. 5-də yolu keçəndə kömək istədi. Burada kömək sözün sonuna baxıb şəkilçi nə qədər bənzəsə də biz heç vaxt sözün sonuna baxmırıq. Sözün kökü kömək. Əgər məki biz şəkilçi olaraq götürsək köynədir burada. Heç nə. Kömək isə sadə sözdür. Kömək istəmək birlikdə fiil yaradıb. Daha sonra burada düzgün variantımız A variantıdır. 9-da cümlələrin birində məsdər işlənmişdir. Həmin adam tezliklə təslim oldu. Məsdər fiillərə qoşulmalıdır. Təslim olmaq təsriflənən fiildir. Meydana minlərlə adam toplaşdı. Toplaşmaqda da məsdər forması yoxdur. İndi gedəcəyim yeri heç vaxt görməmişdim. Gedəcəyim, acaq, əcək. Məsdər şəkilçisi deyil. Görməmişdim. Burada isə gör sözün kökü məinkar şəkilçisi. Miş, nəqli keçmiş zaman, fiilin xəbər şəkli. İdi hissəciyi, mı isə şəxs sonluğudur. Burada da məsdər şəkilçisinə rast gəlmədik. Gəlib, qəmgin, ötərsiz. Fiilimiz ötərsiz. Burada ötmək fiilindən, ötər, qeyri-qəti gələcək zaman şəkilçisi və siz şəxs sonluğu tələffüz formasında verilmişdir. Məsdər istifadə olunmuyor bu cümlədə. Yaşamaq, yaratmaq həyatın mənasıdır. Nə? Yaşamaq, yaratmaq. Burada da maq-mək məsdər şəkilçisindən istifadə olunub. Ona görə də düzgün cavabımız Y variantı olacaq. 10-cu testdə cümlələrin birində fiili bağlama işlənmişdir. Ev tikiləndən sonra təmir etməlisən. Fiilimiz tikiləndən və təmir etməlisən. Təmir etməlisən malı-məli vacib şəkli fiilin təsriflənən formasıdır. Yəni fiili bağlama şəkilçisi olaraq malı-məli şəkilçisinə rast gəlmirik. Tikiləndən sonra bu fiillərdə diqqətli olur. Fiili bağlama şəkilçisi anda əndə şəkilçisidir. Anda əndə şəkilçisidir. Bəs burada n nədir?
Sözü kök və şəkilçiyə ayırsaq, tik sözün köküdür. İl məchul növün şəkilçisidir. An, ən fiili sifət şəkilçisi, dan, dən isə çıxışlı qal şəkilçisidir. Deməli, burada fiili bağlamadan istifadə olunmayıb. Qadın səssiz, səmirsiz evdən çıxdı. Burada fiilimiz çıxdıdır. Burada da gördüyümüz kimi təsvirlənən fiildir və fiili bağlamadan istifadə olunmayıb. Mənim qardaşım ağlağan uşaqdır. Burada gördüyümüz kimi cümlədə fiil yoxdur. Ağlağan fiildən düzəlmiş, ağlağan sifətdir. Yamyaşıl zəmilər göz işlədikcə uzanırdı. Fiilimiz işlədikcə və uzanırdı. Uzanırdı təsvirlənən fiildir. İşlədikcə isə dıqca-dıqca fiili bağlama şəkilçisi ilə düzəlmiş fiili bağlamadır. Deməli, düzgün cavabımız D variantıdır. Y variantına da baxırıq. Deməli, gəlirimiz 1-ə 5 artır. Burada da artır təsvirlənən fiildir. 11-ci testdə cümlələrin birində fiili bağlama işlənmişdir. Mən danışandan sonra məsələ aydınlaşdı. Aydınlaşdı təsvirlənən fiildir. Danışandan sonra 10-cu testdə izah etdiyimiz kimi danışmaq sözü an, ən fiili sifət şəkilçisi və dan, dən çıxışlı qal şəkilçisi işlənmişdir. O, cani dildən işlədiyindən uğurlar qazanır. Qazanır təsvirlənən fiildir. İşlədiyindən isə dıxı fiili sifət şəkilçisi ilə düzəlmiş fiili sifətdir. Anamın arzusu məni həkim görməkdir. Burada fiilimiz görmək, maqmaq şəkilçisi ilə düzəlmiş məstərdir. Ağladıqca kişi qeyrətsiz olur. Qeyrətsiz olur təsvirlənən fiildir. Biz fiillərə yanaşırıq. Ağladıqca isə ağlamaq fiilindən dıqca-dıqca fiili bağlama şəkilçisi var. Düzgün cavabımız D variantı. Yenə göy səma bulutsuz idi. Burada isə heç bir fiil yoxdur. Hansı sıradakı sözlərin hər ikisi fiili bağlamadır? 12-ci testimizdə. Alınca, alanda, almaqdan inca, incə şəkilçisi vasitəsilə fiili bağlama yaranmışdır və almaq fiilindən alanda, anda, əndə şəkilçisi vasitəsilə fiili bağlama yaranmışdır. Düzgün cavabımız A variantıdır. B-də an, ən fiili sifət şəkilçisi var. B düzgün deyil. Açılmış C variantında mış fiili sifət şəkilçisidir. Yəni fiili bağlama şəkilçisindən istifadə olunmayıb. Arkan fiili bağlama şəkilçisi olsa da mış fiili bağlama şəkilçisi deyil. D variantında görülən an, ən fiili sifət şəkilçisidir. Ara qərək fiili bağlama olsa da D variantında görülən sözlüyünə görə D variantını düzgün hesab edə bilmərik. Görüləcək və görülmüş sözlərində isə acaq, əcək və mış, miş, muş, müş fiili sifət şəkilçiləri işlənmişdir. Düzgün cavabımız A variantı. Hansı sıradakı sözlər fiili bağlama deyil? 13-cü testimizdə. Fiili bağlama şəkilçiləri oxu, A, ə şəkilçilərinin köməyi ilə yaranmış fiili bağlamadır. Görə, gör sözü və A, ə şəkilçisinin köməyi ilə yaranmış fiili bağlamadır. B variantında gülmək fiili və A, ə şəkilçisinin köməyi ilə yaranmış fiili bağlama, A, ə şəkilçisi ilə yaranmış qaça-qaça fiili. Üzə-üzə, üzmək fiilindən A, ə şəkilçisi ilə yaranmış fiili bağlama əmələ gəlmişdir. Və ya bilmək fiili, bilə-bilə, bilmək fiilindən bilə-bilə fiili bağlaması yaranmışdır. A, ə şəkilçisinin köməkliyi ilə. Baxa-baxa da, bax fiilindən baxa-baxa fiili yaranmışdır. Yəni A, ə şəkilçilərinin köməkliyi ilə. Zərrə sözü isə söz sonundakı ə saitləri, A saitləri bizi aldatmasın. Biz hər zaman ümumiyyətlə sözü kök və şəkilçiyə ayıranda mütləq başdan başlayırıq. Sona baxsaq, əlbəttə ki, biz yanıla bilərik. Zərrə sözü kök şəkilçiyə ayrılmır. Zərrə deyə zər sözü, zərrə belə bir sözdən, elə söz yoxdur dilimizdə. Zərrə elə sözün öz köküdür. Burada A, ə fiili bağlama şəkilçisindən istifadə olunmayıb. Xırda sözünün kökü də elə xırdadır. Ona görə düzgün cavabımız olacaq Y variantı. 14-cü testimizdə fiili bağlama olan cümləni müəyyənləşdirin. Əvvəl-axır arzuma çatacağam. Fiilimiz çatacağam. Acaq, əcək şəkilçisi ilə düzəlib fiilin təsvirlənən formasıdır. Bulağın suyu dərəyə asta-asta tökülürdü. Biz bunu fiili bağlama olaraq düşünsək, sonra baxıb A şəkilçisinə əsasən yenə də səhv etmiş olacağıq. Çünki sözün kökü astadır. Ast, asta deyə bir söz yoxdur dilimizdə. Ast sözü yoxdur dilimizdə. Asta, asta. B variantı da düzgün deyil. Müəllim mövzunu dönə-dönə izah edirdi. Biz bilirdik ki, bəzi feillərimiz var ki, onlar ikili, yəni həm fiili bağlama, həm də zərf kimi
işlənə bilirdi. Dönə-dönə müəllim mövzunu izah edərkən dönə-dönə, yəni dəfələrlə dönürmü? Əlbəttə ki, xeyr. Yəni burada dəfələrlə mənasında işlənmişdir. Müəllim mövzunu dəfələrlə izah etmişdir. Ona görə də bu da fiili bağlama yox, mürəkkəb zərfdir. Burada dönmək fiilindən söhbət getmir. Fiili bağlama, fiili məxsus olduğu üçün, fiilin bir forması olduğu üçün, orada fiili bağlama qoşulduğu, fiili bağlama şəkilçilərinin qoşulduğu fiillərdə hərəkət icra olunmalıdır. Amma burada müəllim mövzunu dəfələrlə dönə-dönə izah edirdi. Burada dönmək fiilindən söhbət getmir. Ana xısın-xısın ağlayırdı. Fiilimiz ağlayırdı. Fiili bağlama şəkilçisi deyil. Xısın-xısın necə ağlayırdı? Zərflikdir cümlədə və ya cümlədə zərfdir. Eyni sözün təkrarından yaranmış zərfdir. Mən işləyə-işləyə təhsil almışam. Sözün kökü iş, işlə leksik şəkilçi, ə isə fiili bağlama şəkilçiləridir. İşləyə-işləyə. Deməli, düzgün variantımız E variantıdır. Fiili bağlama olan cümləni müəyyənləşdirin. Ehtiyatlı igidin anası ağlamaz. Ağlamaz təsviflənən fiildir, cümlənin xəbəridir. Bildiyimiz kimi fiili bağlama cümlənin xəbəri ola bilməz, heç bir şəxs onu qəbul edə bilməz, cümlənin yalnız zərfliyidir. Həm də burada fiili bağlama aid heç bir şəkildə görmürük. Oxuyan heç vaxt peşman olmur, oxuyan fiili və peşman olmur fiili. Peşman olur, olmur fiilin indiki zamanında, fiilin xəbər şəklində. Oxuyan isə an-ən şəkilçisi ilə düzəlmiş fiili sifətdir. Gözəllik 10-dur, 9-u dondur. Burada isə heç bir fiildən istifadə olunmamışdır. Külək əsər-əsməz çiçəklərin ətri ətrafa yayıldı. Yayıldı fiili və əsər-əsməz fiili. Yayıldı təsviflənən fiildir. Fiilin şuhudi keçmiş zamanında fiilin xəbər şəklidir. Əsər-əsməz biz xatırlasaq görərik ki, fiili bağlama yaradan ar-ər, vaz-məz. Yəni fiilin bir tərəf təsdiqdə, bir tərəf inkarda işlənməklə fiili bağlama əmələ gətirə bilir. Ar-ər və maz-məz şəkilçisinin köməyi ilə yaranmış fiili bağlama. Düzgün cavabımız D variantıdır. Axar sularımız, sönməz ocaqlarımız var olsun. Necə sularımız? Axar sularımız. Hansı ocaqlarımız? Sönməz ocaqlarımız. Burada isə fiili bağlama şəkilçisindən istifadə olunmayıb. 16-cı testimizdə nümunədə altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Dama-dama göl olar, axa-axa sel olar. Dammaq fiilindən söhbət gedir burada. Biz bilirik ki, dama-dama sözü də həm fiili bağlama, həm də sifət ola bilər. Sifətdirsə dama-dama, dəftər, dama-dama və yaxud da ki, paltar və s. bu formada hansısa bir əşyanı əlaməti izah edər. Amma dama-dama göl olar. Burada dammaq fiilindən söhbət gedir. Ona görə dammaq sözü fiili, ə isə fiili bağlama şəkilçisidir. Eyni fiilin təkrarına ə şəkilçisini artırmaqla və yaxud da axmaq fiilinə axa-axa formasında fiili bağlama yaranmışdır. Deməli, burada fiili bağlamadan istifadə olunmuşdur. Nümunədə altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Sarala-sarala və qızara-qızara. Sarala-sarala payız girər. Qızara-qızara yaz. Sarala-sarala. Burada sözün kökü saralmaq fiilindən ə şəkilçisini artırmaqla fiili bağlama yaranmışdır. Eyni sözün təkrarından mürəkkəb fiil, fiili bağlama yaranmışdır. Qızarmaq fiili və ə fiili bağlama şəkilçisinin köməkliyi ilə yenə də fiili bağlama yaranmışdır. Deməli, burada da düzgün cavabımız B variantıdır. Altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Qarı nənə gecə nağıl deyəndə, altından xətt çəkilmiş sözlər döyəndə, yeyəndə. Külək qalxıb qapbacanı döyəndə. Qurd keçinin şəngülüsün yeyəndə. Mən qayıdıb bir də uşaq olaydım, bir gül açıb ondan sonra solaydım. Burada döyəndə sözün kökü döy, an deyəndə isə fiili bağlama şəkilçisi. Ye sözün kökü, an deyəndə isə fiili bağlama şəkilçisidir. Deməli, burada da A variantı düzgün cavab hesab olunacaq. Altından xətt çəkilmiş sözlər nitq hissəsi baxımından nədir? Dolana-dolana, mahı dolana-dolana. Burada dolanmaq fiilindən söhbət gedir. Dağı dolana-dolana, dolanmaq fiilindən söhbət gedir. Dolanmaq fiilinə ə, yəni sözün başlanğıc formasına ə artırmaqla
fiili bağlama yaratmışdır. Yenə də göy üzünü bulut alar, mahı dolana dolana. Yenə də dolanmaq fiilinə a artırmaqla fiili bağlama in fiilinin təkrarından yaranmışdır. Düzgün cavabımız B variantı. Mallı-məli amonim şəkilçisi kimi aşağıdakılardan hansının yaranmasında iştirak edir? Bu əzbərçilik tələb edən bir testdir. Biz bilirik ki, mallı-məli fiilin vacib şəklinin şəkilçisidir. Ona görə digər variantların üstündən xətt çəkirik. Fiilin vacib şəkli və bildiyimiz kimi fiili bağlama şəkilçisi mallı-məli yoxdur. Ona görə A variantı da düzgün cavab deyil. Fiili sifət şəkilçisi mallı-məli və fiilin vacib şəkli mallı-məli şəkilçisi var. Bunlar amonim şəkilçisi kimi istifadə olunurlar. A səsi amonim şəkilçisi kimi aşağıdakılardan hansıların yaranmasında iştirak edir? A səsi fiilin lazım şəklidir bildiyimiz kimi. Ona görə D variantı və Y variantı düzgün cavab deyil. Fiilin lazım şəkli və fiili sifətin şəkilçiləridir A səsi. Fiilin şərt şəkli ola bilməz. Bildiyimiz kimi fiilin şərt şəklinin şəkilçisi A səsi şəkilçisidir. Nümunədə işlənmiş məsdər hansı cümlə özüdür? Oxumaq asandır, anlamaq çətin. Məsdərimiz oxumaq və anlamaq. Asandır nə? Oxumaq. Məsdər mübtəda vəzifəsində. Çətindir nə? Anlamaq. Bu da mübtəda vəzifəsində çıxış edir. Düzgün cavabımız C variantı. Daha sonra 23-cü testimizdə hansı cümlədə fiili sifət işlənmişdir? Hər ilin mart ayında soyqırım qurbanları anılır. Fiilimiz anılır və burada fiili sifət şəkilçisi yoxdur. Ona görə də A düzgün deyil. Bayaq şeir söyləyəndə xüsusi istedad var. Burada anda şəkilçisi bizi çaşdıra bilər. Yəni biz düşünə bilərik ki, burada fiilin bağlama şəkilçisindən istifadə olunub, amma fiili bağlama olub olmadığını gəlin baxaq. Var. Nə istedad? Kimdə? Bayaq şeir söyləyəndə. Kimdə olub cümlənin tamamlığı oldu və şeir söyləyəndə. Kimdə sualına cavab verir? Əgər fiili bağlama olsaydı, bu zaman nə zaman və yaxud da zərfliyin sualına cavab verib zərfli olardı. Bildiyimiz kimi fiili bağlama cümlənin yalnız zərfliyidir. Desəm ki, o şeir söyləyəndə hamı ayağa qalxdı. Nə zaman hamı ayağa qalxdı? O şeir söyləyəndə. Bu zaman fiili bağlama şəkilçisi anda əndə kimi düşünə bilərik. Amma kimdə istedad var? Bayaq şeir söyləyəndə. Tamamlıqdırsa, bu heç vaxt fiili bağlama ola bilməz. Deməli, düzgün cavabımız B variantıdır. Tərtər çayı nə zamandan, hansı çılğın bir tufandan qaynayışın başlar sənin? Burada da fiil hansıdır? Başlar, başlayar, təsriflənən fiildir. Başqa fiilimiz yoxdur. Ürək kövrəkləşir sən oxuyanda, oxumaq və anda əndə fiili bağlama şəkilçisi. Sən də dinləsəydin, mən oxuyanda. Burada isə anda əndə fiili bağlama şəkilçisidir. Dinləsəydin, bu da isə fiili bağlama, fiili sifət şəkilçisindən istifadə olunmamışdır. Deyingən adamla bir məclisdə oturma. Fiilimiz oturma, fiilin əmr şəklində təsriflənən formasında işlənmişdir. Vaqif məktəbə çatar-çatmaz zəng çalındı. Altına xətt çəkilmiş söz nitq hissəsi baxımından nədir? Deməli, çatar-çatmaz, ar, ər və maz-məz şəkilçilərinin köməyi ilə düzəlmiş fiili bağlamadır. Bunun üçün şəkilçiləri yaxşı mənimsəmək, öyrənmək lazımdır. Təsriflənməyən fiillərin işləmə ardıcıllığını müəyyən edin. Əznəbi turistlər Şəkidə görməli yerləri gəzdilər. Fiilimiz görməli və gəzdilər. Gəzdilər təsriflənən fiildir, ona görə bizə o lazım deyil. Görməli yerlər, necə yerlər? Baxmalı məli həm fiili sifət şəkilçisidir, həm də fiilin vacib şəklinin şəkilçisidir. Burada malı məli fiili sifətdir. Biz onu sual verməklə müəyyən edirik. Hansı yerləri gəzdilər? Görməli yerləri gəzdilər. Deməli, birinci fiili sifət işlənmişdir. Birinci bir olmalıdır. Daha sonra baxdıqca dağlara, dərələrə mən, fiilimiz baxdıqca, burada isə dıqca şəkilçisinin köməkliyi ilə fiili bağlama düzəlmişdir. Fiili bağlama, deməli, ikinci fiili bağlama. Nə gözəl yaraşır insana gülmək. Burada isə gülmək, maqmək məzdər şəkilçisindən istifadə olunmuşdur. Deməli, ardıcıl olaraq 1, 2, 3. Düzgün cavabımız A variantı. Təsriflənməyən fiillərin
İşlənmə ardıcıllığını müəyyən edin. Sən olan dünyaya qurban olaram. Təsviflənən fiildir qurban olaram. Ona görə biz onu götürmürük. Sən olan dünyaya, hansı dünyaya? An, ən. Sən olan fiildir, fiili sifətdir. 1. Gələcək birinci yenə də testimizdə düzgün cavab olaraq. Bəzi insanların eybi danışdıqca üzə çıxır. Çıxır təsviflənən fiildir. Danışdıqca da isə dıqca fiili bağlama şəkilçisidir. 2. Sən bütün dünyaya dəyərsən, inan. Dünya yaşamağa dəyər. Nə yaxşı, burada isə yaşamaq fiili təsviflənməyən fiildir, məstər formasındadır. Düzgün cavabımız D variantı. Ardıcıllığı müəyyən edin. Zalımlar olan qəsrə gör nə eləyəcək dövran. An. Deməli, fiilimiz zalımlar olan, o burada olmaq fiili və nə eləyəcək? Təsviflənən fiildir. Hansı qəsrə? Zalımlar olan qəsrə. Burada olan fiili sifət şəkilçisidir. Birinci, bir işlənəcək yenə də testimizdə. Qaranqu axşam olanda qayğılı çoban. Burada fiilimiz olanda fiilidir. Axşam olanda anda əndə fiili şəkilçisindən, fiili bağlama şəkilçisindən istifadə olunmuşdur. 1, 2 və yaşamaq yanmaqdır. Burada isə yaşamaq, yanmaq məstərlərindən istifadə olunmuşdur. Cavabımız 1, 2, 3'dür. B variantı. Ardıcılığı müəyyən edin. Məstər, fiili sifət, fiili bağlama. Hər mərəz çarəsini eyləmək asandır təbib. Mərəz-i eşqə nə tədbir, nə fərmanın var. Burada eyləmək məstər şəkilçisidir. 1. Daha sonra qadir tanrı verməyincə əl baymaz. Buradakı fiilimizdə isə verməyincə təsviflənməyən fiildir. İncə incə fiili bağlama şəkilçisidir. 2. Hani məni gül qoynunda doğuran. Fiilimiz doğuran fiilidir. Və an, ən fiili sifət şəkilçisi işlənmişdir. 1, 2, 3. Düzgün cavabımız Y variantı. Hava get-gedə saflaşırdı. Cümləsindəki fiilin morfoloji xüsusiyyətləri ilə bağlı səhvi müəyyənləşdirin. Fiilimiz saflaşırdı. Qarşılıq bilgəlik növdədir. Saflaşırdı. Burada hərəkət nə qarşı-qarşıya icra olunub, nə də birgə icra olunub. Həm də ki, saf fiilindən, saf sifətindən saflamaq fiili olmadığına görə saflaşmaq fiili yaranmışdır. Burada da gördüyümüz kimi qarşılıq bilgəlik növünün şəkilçisi iştirak etmir. Ona görə səhvimiz elə A variantındadır. Düzgün cavabımız A götürəcəyik. Təsdiqdədir, bəli, fiil inkarda deyil. Sifətdən düzəlmişdir, bəli, qeyd etdik ki, saf sifətindən saflaşmaq fiili yaranmışdır. Ir indiki zaman şəkilçisidir, bəli, saflaşırdı. D ünsürü idi hissəciyinin ixtisarıdır, bəli, düzdür. Çünki fiilin zamanından sonra gəlib və D-dan əvvəl məqi artırmaq olmur. Deməli, bu idi hissəciyidir. Düzgün cavabımız A variantı. 30-cu testimizdə hansı nümunədə ıb fiili bağlama şəkilçisi deyil? Ib fiili bağlama şəkilçisidirsə, deməli, o başqa bir hərəkəti izah edəcək. Həm şəxs sonluğu qəbul edə bilməz, cümlənin xəbəri ola bilməz. Ib fiili bağlama şəkilçisi olaraq çox vaxt araq ərək şəkilçisi ilə əvəzlənə bilir, amma fiili bağlama şəkilçisi deyil. Fiilin nəqli keçmiş zaman şəkilçisidirsə, şəxs sonluğu qəbul edərək cümlənin xəbəri olur. Uşaq susub ətrafa baxdı, uşaq susaraq ətrafa baxdı, həm də necə baxdı, susub baxdı. Susubdur, ətrafa baxdı deyə bilmirik. Çünki fiili bağlama cümlənin xəbəri ola bilmir və heç vaxt şəxs sonluğu qəbul etmir. A fiili bağlama şəkilçisidir. Oxuyub başa düşdü, oxuyaraq başa düşdü, oxuyubdur başa düşdü deyə bilmirik. Cümlənin zərfliyi olur. Deməli, B variantı da fiili bağlama şəkilçisidir. Zəng vurulub, dərs başlayıb. Biz deyə bilirik, zəng vurulubdur, dərs başlayıbdır. Bu cümlədəki başlayıb və vurulub fiilləri cümlənin xəbəridir. Heç vaxt fiili bağlama ola bilməz. Qorxub ağladım, qorxaraq ağladım deyirik. Bu fiili bağlamadır. Qorxubdur ağladım deyə bilmirik. Yəni, şəxs sonluğunu bərpa edə bilmirik burada. Hislənib qışqırdı, hislənərək qışqırdı deyə bilirik. Fiili bağlama şəkilçisi olaraq. Əgər zaman şəkilçisi olsaydı, hislənibdir qışqırdı deyib şəxs sonluğunu bərpa edə bilərdik. Düzgün cavabımız C variantı. 31-də hansı nümunədə ıb fiili bağlama şəkilçisidir? Dediklərimizi gətirib, sonra partlayar. Dediklərimizi gətirib,
Uşaq ayılıb ağlamağa başladı. Uşaq ayılaraq ağlamağa başladı. Bu fiili bağlama şəkilçisidir. Amma dediklərimizi gətirib sonra paylayar. Burada gətirib fiili bağlama şəkilçisi kimi iştirak edə bilməz. Atılıb düşmək mürəkkəb fiildir. Şəhərdən təzəcə gəlib bəzi kənd işlərini bacarmır. Burada gəlib, təzəcə gəlib, gəlibdir. Fiilin şəxs sonluğunu qəbul edə bilir. Çoxlarını elmi öyrədibdir, təhsil veribdir. Burada da şəxs sonluğu qəbul edə bilir. Dediklərimizi gətiribdir, sonra paylayar. A bəndində də şəxs sonluğu qəbul edib. Ona görə bunlar fiili bağlama şəkilçisi deyil. Düzgün cavabımız B variantıdır. Fiili sifət şəkilçilərindən ibarət cərgə hansıdır? Dıqda bildiyimiz kimi fiili bağlama şəkilçisidir. Maq məstər şəkilçisidir. Sa isə fiilin şərt şəkilçisidir. Fiilin şərt şəklinin şəkilçisidir. Dır şəxs sonluğu və ya fiildən fiil düzəldən leksik şəkilçisidir. İcbar növün şəkilçisidir və ya mış, malı, məli, an, ən, ası, əsi isə fiili sifət şəkilçiləridir. Düzgün cavabımız Y variantıdır. Fiili sifət işlənmiş cərgəni müəyyən edin. Fiili sifət. Qızıl söz, burada qızıl sözü isimdir, sadəcə olaraq sifətləşib, fiili sifət şəkilçisi yoxdur. Təmiz paltar, təmiz sözü sifətli nitq hissəsi kimi B variantı da deyil. Əkilməli ağaclar, necə ağaclar? Əkilməli, malı, məli fiili sifət şəkilçisi istifadə olunub. Aldıqları cavab, hansı cavab? Aldıqları cavab. Burada da dıq mənsubiyyət şəkilçisi qəbul etmiş fiili sifət şəkilçisindən istifadə olunub. Görünən ulduz, burada da an, ən fiili sifət şəkilçisindən istifadə olunub. Düzgün cavabımız C variantı. Sevimli uşaq, necə uşaq? Burada da fiili sifət şəkilçisindən istifadə olunmayıb. Qapının dəstəyi ismi birləşmədi, heç bir fiili sifət şəkilçisindən istifadə olunmayıb. 34-cü testimizdə məstər işləmiş cümləni müəyyən edin. Dadaş qardaşına kömək etdi. Kömək etmək mürəkkəb fiildir. Əmək insanı ucaldar. Burada mək şəkilçisi deyil. Sözün kökü ilə əməkdir. Demək evi tapdınız. Demək modal sözdür. Deməli evi tapdınız. Yemək dostundan uzaq ol. Burada yemək, magmək leksik şəkilçi olub isim əmələ gətirib. Nə dostundan? Yemək dostundan. Uşaq yazmağı yenicə öyrənirdi. Uşaq nəyi öyrənir? Yazmağı. Sözün kökü yaz. Magmək məstər şəkilçisi. I isə təsirli kalın şəkilçisidir. Kömək etmək sözündə də mək bizi çaşdırmasın. Çünki sözün kökü köməkdir. Ona görə düzgün cavabımız E variantı olacaq. 35-də atam təhsil almağı çox yüksək qiymətləndirir. Cümləsində məstər ismin hansı halındadır? Məstərimiz təhsil almaq. Qiymətləndirir kim? Atam. Nəyi? Təhsil almağı. Nəyi? Burada I təsirli kalın şəkilçisidir. Cavab D variantı. Fiilin təsriflənməyən formalarına aid nümunələr verilmiş cərgəni müəyyən edin. A variantında bax fiili heç bir təsriflənməyən formanın şəkilçisini qəbul etməmişdir. B variantında sevmək, məstər şəkilçisi, yazıl, məchul növdə, ası, əsi, deməli, lazım şəklinin şəkilçisidir. Mən yazılasıyam, fiilin lazım şəklidir. Bildi. Burada da fiilin təsriflənməyən yox, təsriflənən formasıdır, gələr. Ona görə B variantı düzgün deyil. Oxumaq məstər, yazanda fiili bağlama, yazılan fiili sifət, alınmaq yenə də fiilin məstər formasıdır. Düzgün cavabımız C variantı. Yazıram indiki zamanda olan təsriflənən fiildir. Ona görə D variantı deyil. Yazdırmaq təsriflənməyən formanın heç bir şəkilçisini qəbul etməyib. Baxır, təsriflənən fiil, yazsa fiilin şərt şəkli, dinləyir indiki zamanda olan xəbər şəklidir. Deməli düzgün cavabımız C variantıdır. 37-ci testimizdə yatmışları kimsə oyatmasın cümləsindəki fiili sifət hansı cümlə üzvüdür? Əlbəttə buna sual veririk. Oyatmasın kim? Kimsə cümlə üzvlərinin təhlilinə mütləq xəbərdən başlayırıq. Kimi? Yatmışları. Kimi? Bilirik ki, kimi, nəyi, haranı, təsirli kalın sualları cümlədə tamamlıq vəzifəsində çıxış edir. Hansı cümlədə birləşmənin tərkibindəki fiili bağlama hərəkətin icra tərzini bildirmir? Telli isə ona fikir vermədən pək maraqlı bir hekayə oxuyur. Necə oxuyur? Ona fikir vermədən. Burada hərəkətin tərzini bildirir.
Gücsüzük, bir heçik, sən də mən də tək, vətənə güvənib olduq vətəndaş. Deməli, B variantında vətənə güvənib olduq vətəndaş. Burada necə olduq? Vətənə güvənib. Vətəndaş olduq. Necə? Vətənə güvənib. Burada da hərəkətin icra tərzini bildirir. Çünki necə, nə tərzdə suallarından birinə cavab verir. Bu torpaqda dərindən kök salaraq hər tərəfə uzatmışam qolumu. Fiili bağlamamız araq ərək şəkilçisidir. Necə uzatmışam? Qolumu necə uzatmışam? Torpağa dərindən kök salaraq, bu torpağa dərindən kök salaraq. Deməli, burada hərəkətin tərzini bildirir. D variantında üzün şəfəqlənir mənaq çəkincə, çünki od qızarır rüzgarəsincə. Burada şəfəqlənir nə? Üzün şəfəqlənir nə zaman? Mənaq çəkincə. Nə zaman? Rüzgarəsincə. Burada isə nə zaman sualına cavab verərək fiili bağlama zaman zərfliyi rolunda çıxış edir. Hərəkətin tərzini yox, zamanını bildirir. Əsirdi durmadan birbaşa yellər, döyürdü bağrını daş-daşa sellər. Əsirdi nə? Yellər, necə? Durmadan. Burada durmadan fiili bağlaması necə, nə tərzdə suallarına cavab verərək fiili bağlama hərəkətin tərzini bildirmiş hesab olunur. 39-cu testimizdə fiili bağlamaya aid fikirlərdən biri səhvdir. Bəzən cümlənin mübtədası və tamamlığı olur. Fiili bağlama bildiyimiz kimi cümlənin yalnız və yalnız zərfliyi olur. Yer və məqsəd zərfliklərindən başqa zərfliyin bütün məna növlərində çıxış edə bilir. Ona görə elə bizim düzgün cavabımız A bəndidir. Təsdiq və inkar olur əlbəttə oxuyanda, oxumayanda, hərəkətin tərzini, səbəbini, zamanını bildirir. Fiilin müəyyən qrammatik məna növündə olur. Bəli, bu həm məsdərə, həm fiili sifətə, həm də fiili bağlamaya aiddir. Məsələn, deyirəm ki, oxutduranda. Burada dur, icbar növdə olur və fiili bağlamadır. Zərfin müəyyən xüsusiyyətini daşıyır. Bəli, fiili bağlama həm fiilin, həm də zərfin xüsusiyyətini daşıyır. Düzgün cavabımız A variantıdır. İndiki zaman mənalı fiili sifətlər hansı sırada işlənmişdir? İndiki zaman mənalı fiili sifət şəkilçimiz an-ən şəkilçisidir. Bilirik ki, mış, miş, görülmüş iş, oxuduğum əsər, keçmiş zaman məzmunlu, görüləsi iş, deyiləcək söz, deyilməli söz, yazılmalı dərs və s. isə gələcək zaman məzmunlu fiili sifətlərdir. Deməli, biz yalnız an-ən şəkilçisini qəbul etmiş fiili sifətləri götürməliyik. Güləyən oğlan, gül sözün köküdür. Ağa nəyən isə fiildən sifət düzəldən leksik şəkilçidir. Əgər bu fiili sifət olsaydı, gülməyən formasında işləndikdə gül sözün kökü mamə, inkar şəkilçisi an-ən qalır. Amma bəs burada isə ağan əyən şəkilçisindən istifadə olunmuşdur. Həm də bu güləyən oğlan hərəkət bildirmir. Əlamət, keyfiyyət bildirir. Yəni oğlanın keyfiyyətini, güləyən olduğunu bildirir. Əzbərlənmiş şeir, burada miş keçmiş zaman məzmunlu fiili sifətdir. Açılan sir an-ən indiki zaman, gizlədilən məktub indiki zaman məzmunlu anlayışlı fiili sifətlərdir. Düzgün cavabımız C variantı. Dəriləcək meyvə, gələcək zaman məzmunlu. Sevilən əsər indiki zaman məzmunlu olsa da əkilmiş çiçəklər keçmiş zaman məzmunlu fiili sifətdir. Düzgün cavabımız C variantıdır. 41-də hansı cümlədə ıb, ib fiili bağlama şəkilçisi deyil? Rövşən məktubu çıxarıb Zaura göstərdi. Burada çıxararaq Zaura göstərdi. Həm də çıxarıbdır Zaura göstərdi deyə bilmirik. Deməli, bu fiili bağlama şəkilçisidir. Bir sözlə ıb, ib şəxs sonluğu qəbul edərsə zaman, qəbul etməzsə fiili bağlama şəkilçisidir və ıb, araq, ərəklə əvəz oluna bilir fiili bağlama şəkilçisi olaraq və özündən sonra başqa bir hərəkəti izah edir. Çıxarıb göstərdi. Bu əşyalar köhnəlib, atılmalıdır. Bu əşyalar köhnəlibdir. Atılmalıdır. Şəxs sonluğu qəbul edib cümlənin xəbəri oldu. Bu, fiili bağlamaya məxsus xüsusiyyət deyil. Cavab B variantıdır. O işlərini qurtarıb yavaş-yavaş qapıya tərəf getdi. Fikir verək, qurtarıb getdi. Başqa bir hərəkəti izah etdi. Həm də işlərini qurtararaq getdi. Fiili bağlama şəkilçisi ilə əvəzlənmək mümkündür. Qurtarıbdır, yavaş-yavaş getdi deyə bilmirik. Şəxs sonluğu qəbul edə bilmir. Bu da fiili bağlama şəkilçisidir. Gülnar lövhəni təmizləyib yerinə keçdi. Təmizləyərək yerinə keçdi. D də fiili bağlama şəkilçisidir. Həkim xəstəni müayinə edib resept yazdı. Müayinə edərək resept yazdı.
Düzgün cavabımız B variantıdır. Burada ıb nəqli keçmiş zaman şəkilçisidir. Düzgün cavabımız B variantı. Hansı cümlədə ıb fiili bağlama şəkilçisi deyil? 42-ci testimizdə. O kürsüyə yaxınlaşıb sözə başladı. Yaxınlaşaraq sözə başladı. Yaxınlaşıbdır sözə başladı. Deyə bilmirik. O evə bizdən əvvəl gəlib və yatıb. O bizdən əvvəl gəlibdir və yatıbdır. Cümlənin xəbəridir. Şəxs sonluğu qəbul edə bilir. Nadir qaçıb evdən uzaqlaşdı. Qaçaraq evdən uzaqlaşdı. Bu da fiili bağlama şəkilçisidir. O bəzənib toya getdi. Bəzənərək toya getdi. Burada da fiili bağlama şəkilçisidir. Çünki bəzənibdir, toya getdi. Deyə bilmirik. O atasından utanıb gizləndi. Atasından utanaraq gizləndi. Utanıbdır, gizləndi. Deyə bilmirik. Deməli, düzgün cavabımız B variantıdır. 43-cü testimizdə hansı cümlədə fiili sifətlə ifadə olunmuş xəbər var? Xəbərlərimizə baxırıq. Deyingəndir, sürüşkəndir, ağlağandır, yazandır, yeməlidir. Deməli, deyingən sözü deməkdən deyinmək yaranır. Deyingən necə? Bu fiildən yaranmış sifətdir. Çünki bir insanın xarakteridir. Onun deyingən olmağıdır. Əgər fiili sifət şəkilçisi olsaydı, hal-hazırda həmin hərəkət davam edərdi. An-ən bizi çaşdırmır. Burada şəkilçi gən, deyingən. Sürüşkəndir. Sözün kökü sürmək, sürüşmək. Qankən fiildən sifət düzəldən leksik şəkilçidir. Sürüşkən. Ağlağan. Bu uşaq çox ağlağandır. Uşağın xarakteridir ağlağan olmaq. O uşaq həmişə ağlağandır. Hal-hazırda ağlamasa da həmişə ağlağandır. Ağla sözün köküdür. Ağan isə fiildən sifət düzəldən leksik şəkilçidir. Oy, bu leksik şəkilçidir. Bunu düzgün qeyd etmədim. Leksik şəkilçi. Deməli, bundan ehtiyatlı ol, yazandır. Yazan an-ən fiili sifət şəkilçisidir. Fiili sifətlə ifadə olunub cümlənin xəbəri. Düzgün cavabımız D variantıdır. Uşaq mütləq meyvə yeməlidir. Buradakı malı məli fiilin vacib şəklidir. Çünki uşaq nə etməlidir? Hərəkətin vacib olduğunu bildirir. Meyvə yeməlidir. Əgər desəydik ki, vazadakı stolun üstündəki meyvə yeməlidir, necədir? Bu zaman fiili sifət olardı. 44-cü testimizdə verilmiş xüsusiyyətlərə uyğun cavabı müəyyən edin. Tərkib əmələ gətirir. Yalnız bir cümlə özü yerində çıxış edir. Hərəkətin müxtəlif cəhətdən izah edir. Tərkib əmələ gətirmək fiilin bütün təsviflənməyən formalarına məxsus xüsusiyyətdir. Amma yalnız bir cümlə özü kimi çıxış edən zərflikdir. Fiili bağlamadır. Yəni cümlədə yalnız zərflik olur. Məsəl həm tamamlıq, həm mübtəda, həm xəbər. Fiili sifət təyin, mübtəda, tamamlıq vəzifələrində çıxış edə bilir. Hərəkətin müxtəlif cəhətdən izah edir. Hərəkəti izah edən də nədir? Fiili bağlamadır. Fiili sifət nəyi izah edir? Əşyaya daha çox aid olur. Fiili bağlama isə hərəkətin müxtəlif cəhətdən izah edir. Düzgün cavabımız D variantı. 45-ci testimizdə verilmiş xüsusiyyətlər variantlardan hansına aiddir? Tərkib əmələ gətirir. Fiili bağlama hər üçü, məsdər, fiili sifət. İsimləşərək müxtəlif cümlə üzvləri vəzifəsində çıxış edir. İndiki keçmiş, gələcək zaman məzmunu ifadə edir. Biz qeyd etdik ki, fiili sifət fiilin digər təsviflənməyən formalarından fərqli olaraq zaman məzmunu ifadə edə bilir, zaman anlayışı yarada bilir. Deməli, düzgün cavabımız fiili sifətdir. Bəzi testlərimizdə qaydanı dərindən oxumaq, mənimsəmək, əzbərçilik tələb olunur. Əlbəttə ki, əzbərçilik hər zaman bizim işimizə yaramır. 46-cı testimizdə cümlənin tərkibindəki fərqləndirilmiş sözlərin hamısına aiddir. Susmağı öyrət, danışmağı öyrənir. Hərəkət bildirir, bəli, hər biri feildir. Bir düzgün cavabdır. Bizdə hamısına aid olan fikirlər istəyir. Bir düzgün cavabdır. Müxtəlif şəxslərə aiddir. Deməli, öyrənir, o, öyrət, sən. Gördüyümüz kimi feillər müxtəlif şəxslərə aiddir. Danışmağı və s. Qrammatik mənası var. Bəli, hər bir əsas nitq hissəsinin, həm də köməkçi nitq hissələrinin qrammatik mənası var. Deməli, 1-3 düzgün cavabımız olacaq. Şəxsə görə dəyişib, məsdər fiilin təsviflənməyən forması olduğu üçün şəxsə görə dəyişmir. Ona görə 4 olan variantları da silirik. İsmin də qrammatik xüsusiyyətlərini qəbul edib. Susmağı və danışmağı məsdərdir.
ismə məxsusiyyətləri qəbul etdiyi halda öyrət və öyrənir fiilin təsviflənən forması olduğu üçün ismə məxsus xüsusiyyətləri qəbul etmir. Ona görə 5 də düzgün cavab deyil. Müxtəlif şəxslərə aiddir dedikdə, orada hər biri müxtəlif şəxslərə aid deyil. Ona görə 2-ni də düzgün cavab olaraq qəbul etmirik. Düz öyrətsən, öyrənir o, amma susmağı və danışmağı isə müxtəlif şəxslərə aid deyil. 1, 3, 6. Quruluş da sadədir. Deməli, sus, susmaq, məstər çəkilisi qrammatikdir. Danış, danışmaq, danışmağı qrammatikdir. Öyrən sözün köküdür, ir zamandır, qrammatikdir. Öyrət sözün köküdür. Deməli, hər biri quruluşuna görə sadədir. Düzgün cavabımız A variantı. Bax, 7-ci nümunədə. Nümunədə tünd qara hərflərlə yazılmış sözlərin hər ikisi əsasında müəyyən edin. Yığılmış və yaranır sözləri. Deməli, yığılmış və yaranır. Söz birləşməsinin tərkib hissəsidir. Yaranır nə? Kin, nədən? Qəzəblərdən. Necə? Üst-üstə yığılmış. Gördüyümüz kimi üst-üstə yığılmış. Yığılmış sözü. Söz birləşməsinin tərkib hissəsi olsa da, yaranır təsviflənən fiildir və tərkib hissə deyil. Söz birləşməsinin tərkibinə daxil deyil. Bizdə burada doğru olan variantları istəyir. Bu fikir yanlış olduğu üçün bizə aid deyil. Bir olan variantlardan silirik. Quruluş da düzəltmədir. Yığılmış fiili yığmaq fiilindən yaranıb yığılmış. Düzəltmə olsa da, yaranmaq fiili quruluşuna görə sadədir. Ona görə deməli 2 olan variantımız yanlış variantdır. 4-cü. İki nitq hissəsinin qrammatik xüsusiyyətinə malikdir. Yığılmış fiili sifətdir. Bildiyimiz kimi həm fiilin, həm fiili sifətin xüsusiyyətlərini daşısa da, yaranır yalnız fiildir. Fiilin şəkli, yəni təsviflənən formasıdır və fiilin xüsusiyyətini daşıyır. Bu fikrimiz yanlışdır. Bizə də elə yanlış xanasında yanlış variant bizə lazımdır. Gəlib burada səhv qoydum. Deməli, yanlış xanasında bizə yanlış lazımdır. İnkar şəkilçisi qəbul edə bilir. Bəli, yığılmış, yığılmamış, yaranır, yaranmır. Hər ikisi nə edir? İnkar şəkilçisini qəbul edə bilir. Kökü fiildir. Bəli, yaranmaq fiili və yığmaq fiili. Hər ikisi fiildir. Ona görə 3 də düzgün cavab hesab olunur. Quruluş da düzəltmədir fikri isə yanlışdır. Bizə əgər uyğun variantlar istəyirsə, doğru xanasındakı doğrular lazımdır. Yəni 2, yanlış xanasında isə yanlış variant. Doğru xanasındakı doğrumuz 3'dür. Hə, bu da qarışdırdım. Deməli 3, 3 və 4-cü testlərimiz düzgün cavabdır. Kökü fiildir. Bəli, yığmaq, yaranmaq. Deməli, 2 nitq hissəsinin xüsusiyyətinə malik olmaq yanlış variantdır. Ona görə 3-dür. Cavabımız Y variantıdır. 48-də yaxşılıq etməyə gücün çatmasa, heç olmasa pislik etmə. İlk fiili ilə bağlı doğru fikirləri müəyyən edin. Yaxşılıq etmək bizim fiilimizdir. İlk fiili ilə bağlı. Deməli, şərt şəklindədir, məstərdir. Gördüyümüz kimi ilk fiilimiz bizdən fiili soruşur. Nə təsviflənən, nə təsviflənməyən. Yaxşılıq etmək fiili şərt şəklində deyil. Söz birləşməsinin əsas tərəfi deyil. Çünki yaxşılıq etmək mürəkkəb fiildir. 1, 2 variantları. Məstərdir, bəli. Nə etməyə? Gücün çatmasa nəyə? Yönlük alın sualına cavab verir. Bəli, nəyə? 5. Deməli, 3-cü testimiz düzdür. 5-ci testimiz də düzdür. Məstər bildiyimiz kimi, əgər hal şəkilçisi qəbul edib ismin xüsusiyyətini daşıyırsa, ümumiyyətlə məstər isim kimi nə sualına cavab verir? Hallandığı üçün də nəyə sualına cavab verəcək? Şəxsə görə dəyişməyib, bəli, çünki təsviflənməyən formadır. Bildiyimiz kimi, yalnız 3-cü şəxsin şəxs onluğunu qəbul edə bilər. Düzgün cavabımız D variantı. 3, 5, 6. Üzərində rəqəm yazılmış sözlər əsasında uyğunluğu müəyyən edin. Tədbiri təşkil edənlər zalda qalib idmançıları görüb sevindilər. Təşkil edənlər və görüb fiilləri. İsmin sualına cavab verir. Görüb fiili
Fiili bağlama olduğu üçün heç vaxt fiilin ismin sualına cavab verə bilməz. Uyğunluğu, yəni düzgün variantları istəyir. Ona görə aha, təşkil edənlər kim? Təşkil edənlər bu ismin sualına cavab verir. 1A. Hərəkətin səbəbini bildirir. Bəli, burada sevinməyin səbəbi nədir? İdmançıları gördüyü üçün seviniblər. 2-yə B variantını qeyd edirik. Niyə sualına cavab verir? Niyə sevindilər? İdmançıları görüb sevindilər. 1A, 2BC. İsimləşib ona görə də feilin xüsusiyyətini daşımır. İsimləşsə belə o feilin xüsusiyyətini daşıyır. Ona görə də heç birinə aid deyil. Keçmiş zamanı bildirir. Burada feili sifət və ya feili bağlama keçmiş zaman şəkilçisi qəbul edib zaman bildirmir. Sadəcə feili sifətdə zaman anlayışı ola bilər. Zamanı bildirir ifadəsi yanlışdır. 1A, 2 isə B, C. Düzgün cavabımız B variantıdır. 50-ci testimizdə hansı fiillərin inkarı həmmamə, inkar şəkilçisi, həm də deyil sözünün köməyi ilə düzəlir. Danışar, danışar deyil, düzəldə bilmirik. Bilirik ki, feilin vacib şəkli, mallı məli şəkilçisini qəbul edən həm deyil sözünün köməyi ilə, həm də inkar şəkilçisinin köməyi ilə düzələ bilir. Bildirmək, bildirmək deyil, işlədə bilmirik. Danışar, işlənə bilmir. Oxumalısınız, oxumalı deyilsiniz. 5 olan variantdan əminik. O sevinəndir, sevinən deyil. 4-də var, 4-5. Bildirmək feili də burada işlənə bilir. Necə? Məsələn, onun əsas məqsədi bunu sizə bildirmək deyil. Bilirik ki, ismi xəbərin inkarı deyil sözünün köməyi ilə düzələ bilir. O bunlara sevinən deyil, sevinməyəndir. Bildirmək, bildirməmək. Oxumalısınız, oxumalı deyilsiniz, oxumamalısınız. Öyrəndiyim, öyrənmədiyim, bu mənim öyrəndiyim deyil. 3, 4, 5, 6. Düzgün cavabımız A variantı. 51-ci testimizdə təsvirlənməyən feillərlə bağlı uyğun fikirlər. Birinci cümlə ilə bağlı doğru fikirlər istəyir bizdən. İkinci cümlə ilə bağlı isə yanlış fikirlər. Mütləq şəkildə bu işarələrdən istifadə etməliyik. Uyğunluq istəyir bizdən. Ayağa qalxanda təsvirlənməyən feil Aslan müəllimin yanında durduğunu gördüm. Feili bağlama zaman məzmununu bildirir. Nə zaman gördüm? Ayağa qalxanda. Bəli, bu zaman məzmununu bildirir. Feili sifət tərkib əmələ gətirməmişdir. Gördüm. Nəyi gördüm? Aslan müəllimin yanımda durduğunu gördüm. Feili sifətimiz durduğunu və gördüyümüz kimi nəyi gördüm? Aslan müəllimin yanımda durduğunu tərkib əmələ gətirmişdir. Fikir yanlışdır. Deməli, bu xanada bizə lazım olan birinci. İkinci cümlə ilə bağlı yanlış fikirlər istənilir bizdən. Feili bağlama tərz məzmununu bildirir. Feili bağlamamız qımıldamadan şəkilçisi ilə düzəlib. Deməli, bəli, necə baxırdı Aslan müəllim Yasəmən ağacına? Qımıldamadan tərz bildirir. Bəli, fikir düzdür. Yanlış xanasında bizə doğru variant lazım deyil. Feili sifət indiki zaman məzmunudur. Feili sifətimiz hansı Yasəmən ağacı? Qırılmış Yasəmən ağacı. Burada mış artıq Yasəmən ağacı qırılıb. Keçmiş zaman məzmunudur. Bildiyimiz kimi indiki zaman məzmunu feili sifət şəkilçisi an, əndir. Bu yanlışdır. Yanlış xanasında isə bizə yanlış lazımdır. Deməli, düzgün cavabımız birinci və dördüncü variantlardır. C variantı. Verilmiş cümlə ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Deməli, bizdən uyğun, yəni düzgün fikirlər istədiyi üçün doğru xanasında doğrular, yanlış xanasında yanlışlar, uyğun fikirlərdir. Həm indiki, həm də keçmiş zaman məzmunu feili sifət şəkilçisi işlənmişdir. Feili sifət böyük ağıla doldurulmuş quzular. Hansı quzular? Keçmiş zaman məzmunudur. Uzaqdan gələn sürünü, hansı sürünü? Uzaqdan gələn feili sifət şəkilçisi isə indiki zaman məzmunudur. Bəli, bu düzgündür. Feili sifətlərdən biri məlum, digəri isə mərçul növdədir. Doldurulmuş, ağıla doldurulmuş, doldurmaq feilindən dolmaq, doldurmaq, doldurulmaq.
Bildiyimiz kimi, əgər bir fiil iki növ şəkilçisini qəbul edibsə, sonuncu şəkilçi öz sözünü deyir. Ağla kimin doldurduğu məlum deyil. O şəkilçisi var, bəli bu məchul növdədir. Quzular uzaqdan gələn sürünü görüb mələşirdi. Gələn fiilində isə heç bir növ şəkilçisi olmadığı üçün məlum növdə hesab olunur. Bu da düzgün variantımızdır. Deməli, təsviflənməyən fiillərin hamısı quruluşca sadədir. Təsviflənməyən fiillər. Gördüyümüz kimi doldurulmuş fiili təsviflənməyən fiildir, fiili sifətdir, amma quruluşuna görə düzəltmədir. 3 yanlışdır. Deməli, doğru xanasında yanlış olmayacaq. 1, 2. Yanlışdır. Təsviflənməyən fiillərdən biri tərkib əmələ gətirməmişdir. Mələşirdi. Nə? Quzular. Hansı quzular? Böyük ağıla doldurulmuş quzular. Necə? Uzaqdan gələn sürünü görüb. Bəli, burada gələn an fiili sifət şəkilçisi tərkibə daxildir. Özü tərkib əmələ gətirməyib. Fiili bağlama əsas fiildəki hərəkətin səbəbini bildirir. Bəli, mələşirdi. Nə üçün mələşirdi? Uzaqdan gələn sürünü görüb mələşirdi. Bu səbəb bildirir. Düzdür. Yanlış xanasında doğru bizə lazım deyil. Amma təsviflənməyən fiillərin heç biri tərkib əmələ gətirməmişdir. Yanlış fikirdir. Nəyə görə? Çünki gördüyümüz kimi burada tərkib əmələ gətirmişdir. Bu yanlış fikirdir. Yanlış xanasında isə bizə yanlış lazımdır. 1, 2, 4. Düzgün cavabımız C variantıdır. Verilmiş cümlələrlə bağlı cədvəldəki doğru fikirləri seçin. Cümlələrdəki məstərlərə aid doğru fikirlər. Məstərlər, mən onu o qədər sevirdim ki, saatlarla qorxuda dayanıb otlamasını gözləyirdim. Otlamağına tamaşa edirdim. Burada məstər mənsubiyyətə görə dəyişdiyi üçün mamə şəkilçisini qəbul edib. Mən onunla ayaqlaşmağa çətinlik çəkirdimsə, dinməyib ardınca qaçırdım. Bu da ayaqlaşmaq məstərdir. Hər iki cümlədə ismin yönlü çalında olan məstər işlənmişdir. Otlamasına və ayaqlaşmağa. Bəli, düzgün fikirdir. Bizdən də nə istəyir? Doğru fikirlər, doğru xanasında doğru. Cümlələrdəki məstərlər mənsubiyyə şəkilçisi qəbul etmişdir. Gördüyümüz kimi onların otlamasına mənsubiyyə şəkilçisi qəbul etsə də, ayaqlaşmağa məstər şəkilçisi qəbul edib, amma yönlü çaldadır və mənsubiyyətə görə dəyişməyib. Bu yanlış variantdır. Cümlələrdəki fiili bağlamalara aid doğru fikirdir. Fiili bağlamalara aid doğru fikir. Fiili bağlamalarımız, mən onu o qədər sevirdim ki, saatlarla qoruqda dayanıb, fiili bağlamamız, tamaşa edirdim. Mən onunla ayaqlaşmağa çətinlik çəkirdimsə də, dinməyib ardınca getdim. Həm birinci, burada bizə doğru fikir istəyir, yenə də fiili bağlamalarla bağlı. Həm də ikinci cümlədəki fiili bağlamalar tərz məzmununu bildirir. Tamaşa edirdim, necə dayanıb, bəli tərzdir, düzgün variantdır. Hər iki cümlədəki fiili bağlamalar tərkib əmələ gətirmişdir. Qaçırdım, ardınca və necə dinməyib. Özündən əvvəldə söz yoxdur. Özündən əvvələ tərkib toplamayıb. Deməli, bu yanlış fikirdir. Tamaşa edirdim, necə saatlarla qoruqda dayanıb. Birinci cümlədə tərkib əmələ gətirsə də, ikinci cümləmiz tərkib əmələ gətirməmişdir. Düzgün cavabımız 1, 3. Daha sonra 54-cü testimizdə artıq az qalıb. Verilmiş cümlələr əsasında cədvəldəki uyğun fikirləri müəyyən edin. Deməli, cümlələrdən yalnız birinə aid olan fikir və cümlələrdən yalnız ikisinə aid olan fikir və heç birinə aid olmayan fikir. Deməli, səhərin alatoranlığında qoruqlarda otlayan qoyun sürüləri və çobanların qaladıqları ocaqların alovu görünürdü. Tərs məzmunu bildirən fiili bağlama işlənmişdi. Yalnız birinə aiddir. Görünürdü nə? Ocaqların alovu. Daha sonra nə gözləyirdi? Qoyun sürüləri. Hansı qoyun sürüləri? Səhərin alatoranlığında qoruqlarda otlayan. Ocaqların alovu görünürdü. Hansı ocaqların? Çobanların, qaladıqları ocaqların. Fiili bağlama işlənmişdir, tərs məzmunlu. Burada gördüyümüz kimi fiili bağlama yoxdur. Yalnız birinə aid istəyir. Alxan dayı pambığın və yaz əkinlərinin yaxşı bitməsindən, kənddə tikilən elektrik stansiyasından danışdı.
Danışdı kim? Alxan dayı. Neden? Pambığın ve yaz əkinlərinin yaxşı bitməsindən. Tamamlıq. Daha sonra elektrik stansiyasından, hansı elektrik stansiyasından? Kənddə tikilən. Burada da fiili bağlama şəkilçisindən istifadə olunmamışdır. Qoyun quzu ilə ayaqlaşmaq üçün maşın əl vermirdi. Çünki qoyunları yaylağa otara aparırdılar. Əl vermirdi. Nə maşın, nə üçün? Qoyun quzu ilə ayaqlaşmaq üçün. Burada fiili bağlama yoxdur. Aparırdılar nəyi? Qoyunları haraya? Yaylağa. Necə? Otara. Burada bəli tərz məzmunu bildirən fiili bağlama işlənmişdir. Bu yalnız bir cümləyə aiddir. Deməli bir düzgün cavabdır. Çünki bizdən uyğun fikirləri istəyir. Keçmiş zaman məzmunlu fiili sifət var. Keçmiş zaman məzmunlu fiili sifət mış, dıq və ya mış və dıq şəkilçilərlə düzəlir. Ası, malı, acaq isə gələcək zaman məzmunludur. Otlayan indiki zaman məzmunlu. Qaladıqlar keçmiş zaman məzmunlu. Burada var. Pambığın və əkinlərin yaxşı bitməsindən, kənddə tikilən elektrik stansiyasından, burada gələcək zaman məzmunludur. Qoyun quzu ilə ayaqlaşmaq üçün maşın əl vermirdi. Çünki qoyunları yaylağa otlaya aparırdılar. İki də düzgün variantdır. Çünki yalnız birində keçmiş zaman məzmunlu fiili sifət var. Cümlələrin yalnız ikisinə aid olanlar. İndiki zaman məzmunlu fiili sifət var. An, ən burada var. Daha sonra ikinci cümləmizdə kənddə tikilən yenə də an, ən şəkilçisi var. Hər iki cümləmizdə biz indiki zaman məzmunlu fiili sifətə rast gəldik. Qoyun quzu ilə ayaqlaşmaq üçün maşın əl vermirdi. Çünki qoyunları yaylağa otara aparırdılar. Burada da yoxdur. Yalnız ikisinə aiddir. Bu da düzgün fikirdir. Mənsubiyyət və hal şəkilçisi qəbul etmiş məstər var. Məstərlərimizi axtarırıq. Səhərin altı olanlığından qoğuqlarda otlayan qoyun sürüləri və çobanların qaladıqları ocaqların alovu görünürdü. Burada yoxdur. Alxan dayı pambığın və yaz əkinlərinin yaxşı bitməsindən, burada bitməyindən məstərdir. Kənddə tikilən elektrik stansiyasından danışdı. Məstər əkinlərin bitməsindən mənsubiyyət şəkilçisi qəbul etmişdi. Deməli bu daxildir. Qoyun quzu ilə ayaqlaşmaq üçün maşın əl vermirdi. Çünki qoyunları yaylağa otlaya aparırdılar. Burada da məstər şəkilçisi maq, hal şəkilçisi qəbul, mənsubiyyət vasitəsi qəbul etmiş məstər var. Etməmişdir. Digər variantımızda isə qəbul etmişdir. Həm mənsubiyyət, həm al. Deməli ikisinə də aid deyil. Yalnız birinə aid olduğu üçün bu da düzgün deyil. Daha sonra cümlələrin heç birinə aid olmayan fikirlər. Məhsul növdə olan fiili sifət var. Fiili sifətlərimiz tikilən, gördüyümüz kimi il fiilin məhsul növünü yaratmışdır. Məhsul növdə olan fiili sifət var deyir. Heç birinə aid olmamalıdır. Amma bir variantda varsa, bir cümlədə varsa biz artıq 5-dən əminik. Qayıdış növdə olan təsviflənməyən fiil işlənmişdir. Heç birinə aid olmamalıdır. Fiillərimizə baxırıq. Səhərin alatoyanlığından qoyuqlarda otlayan qayıdış növdə deyil. Fiilimiz qaladıqları qayıdış növdə deyil. Deməli, ocaqların alovu görünürdü. Qayıdış növdədir, amma təsviflənməyən fiil deyil. Görünürdü, təsviflənən fiildir. Alxan dayı pambığın yaz əkinlərinin yaxşı bitməsindən, burada təsviflənməyən fiil qayıdış növdə deyil. Tikilən məhsul növdədir. Təsviflənməyən fiil. Sonra danışdı isə təsviflənən fiildir. Qoyun quzu ilə ayaqlaşmaq üçün burada ayaqlaşmaq təsviflənməyən fiildir, amma qayıdış növdə deyil. Əl vermirdi, təsviflənən fiildir. Yaylağa otara aparırdılar. Təsviflənməyən fiil olsa da otara, deməli bu qayıdış növdə deyil. Düzgün cavabımız 1, 2, 3 və 6. Cavab D variantı. 55-ci testimizdə
Cədvələ əsasən uyğun fikirləri müəyyən edin. İndiki zaman məzmunlu fe'li sifət işlənmişdir. An ən şəkilçisi qəbul etmiş. Otların və çiçəklərin arasından keçən ensiz cığırla dağın başına çıxdıq. Fe'limiz keçən indiki zaman məzmunludur. Bir düzdür. Alaçığın yanında yatmış dəvələr ahəstə gövşəyirdilər. Dəvələr, hansı dəvələr? Yatmış dəvələr. Fe'li sifət şəkilçisi qəbul edib. Amma bu keçmiş zaman məzmunludur. Qoyunları tapa bilmədiyimiz üçün onun kefi yox idi. Dığı deyil, dıq üstə gəl mənsubiyyət də keçmiş zaman məzmunlu fe'li sifətlər yaradır. Deməli, burada xanada bizə 1 lazımdır. 2 və 3 olan variantları çıxdıqda 4-də keçmiş zaman məzmunlu fe'li sifət, deməli, mış və dıq üstə gəl mənsubiyyət şəkilçisindən istifadə olunmalıdır. Onun dırnaqlarının altından qopan daşla dənəni gürültü ilə doldurdu. Qopan təsviflənməyən fe'li keçmiş zaman məzmunlu yox, indiki zaman məzmunlu fe'li sifətdir. Ona görə 4-də düzgün variant deyil. Biz nə qədər baxdıqsa, vurulmuş keçini görə bilmədik. Fiil vurulmuş, baxdıqsa və bilmədik. Baxdıqsa və bilmədik təsviflənən feildir. Keçini hansı keçini? Vurulmuş keçini. Muş keçmiş zaman məzmunludur. Artıq keçi vurulub. Keçmiş zamanda deyil, sadəcə keçmiş zaman məzmunludur. Deməli, 1-5 düzgün variant hesab olunur. Tünd qara hərflə verilmiş feillərlə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Otağın pəncərəsi açıldığı vaxt içəri sərin hava doldu. Gün qalxdıqca gecə şaxtadan donan yolların qarı əriyirdi. Doğru və yanlış uyğun fikirlər istəyir bizdən. Doğru xanasında doğrular, yanlış xanasında yanlışlar bizim uyğun fikirlərimizə uyğun gələcək. Keçmiş zaman məzmunlu fe'li sifətdir. Açıldığı, birinci cümlədə açıldığı, bəli, dıq üstə gəl mənsubiyyət keçmiş zaman məzmunu yaradan fe'li sifətdir. Bu düzgündür. Fiildən düzəlib açmaq, açılmaq. Bəli, bu da düzdür. 2. Quruluşca düzəltmədir. Bəli, fiildən düzəlib deyiriksə, bu artıq bizim ikinci cümləmizə aiddir. Birinci cümləmizi yekunlaşdıraq. 4-də məchul növdədir. Açıldığı, açmaq, açılmaq. Otağın pəncərəsi açıldığı vaxt sərin hava girdi. Pəncərəni kimin açdığı məlum deyil. Məchul növdədir. Fikir düzgündür, amma yanlış xanasında olduğu üçün biz bunu götürmürük. Fiilin və zərfin xüsusiyyətlərini daşıyır. Fiili sifət, fiilin və sifətin xüsusiyyətlərini daşıyır. Bu yanlışdır. Quruluşca düzəltmədir. İkinci cümləmizdə qalxdıqca feili bağlamadır. Başqa bir leksik şəkilçimiz yoxdur. Deməli, quruluşca düzəltmədir. Fikri yanlışdır. Təsviflənməyən feildir. Bəli, dıqca feili bağlama şəkilçisidir və təsviflənməyən feildir. Bizdən nə istəyir? Uyğun fikirlər. Baxaq variantlarımıza. Burada variantlarımız yoxdur. Açıq test tapşırığı. Deməli, doğru xanasında doğrular 1 və 2, yanlış xanasında isə yanlışlar. 5 yanlışdır. 6 təsviflənməyən feildir. Bu da yanlışdır. Çünki hər ikisinə aid olmalıydı. Təsviflənməyən feildir. Təsviflənməyən feildir. Bəli, qalxdıqca. Amma doğru xanasında yazılmadığı üçün biz onu götürmürük. Bir daha diqqətlə bir də baxaq. Biraz qarışdırdıq. Deməli, açıldığı keçmiş zaman məzmunlu fe'li sifəti düzgündür. Fiildən düzəlib açmaq, açılmaq, bəli, düzgündür. 1, 2 doğru olan variantlardır. Məchul növdədir. Pəncərəni kimin açdığı məlum deyil. Il şəkilçisi qəbul edib. İşi görən məlum deyil. Deməli, məchul növdədir. Fikri düzgündür. Yanlış xanasında bizə doğrular lazım deyil. Düzgün cavab olur. 1, 2. Fiilin və zərfin xüsusiyyətini daşımaq fe'li sifətə aid deyil. 5. Quruluşca düzəltmədir. Qalxdıqca feili quruluşca sadədir. Ona görə doğru xanasındadır və biz onu götürmürük. Təsviflənməyən feildir. Bəli, qalxdıqca təsviflənməyən feildir. Doğru fikir olduğu üçün bundan da istifadə etmirik. Düzgün cavabımız 1, 2, 5. Sonuncu testimiz uyğunluğu müəyyən edin. Feili bağlama hərəkətin tərzini bildirir. Feili bağlama hərəkətin səbəbini bildirir. O mücrünü götürüb onun qabağında açdı. Açdı nəyi? Mücrünü.
deməli, necə harada onun qabağında necə açdı? Açdı nəyi? Mücrünü. Deməli götürüb. Hərəkətin neyini bildirir? Necə açdı? Hərəkətin tərzini bildirir. 1A. Uşaq qaça-qaça anasına yaxınlaşdı. Yaxınlaşdı kim? Uşaq kimə? Anasına. Necə? Qaça-qaça. Bu da hərəkətin tərzini bildirir. Daha sonra gördüyündən təəssüflənərək başını yellədi. Başını yellədi. Necə? Niyə? Gördüyündən təəssüflənərək. Araq ərək. Necə yellədi? Nə üçün? Niyə yellədi? Daha sonra müəllim danışanda qulaq asmaq lazımdır. Nə zaman? Müəllim danışanda. Bu zamanı yaradır. Bu heç bir varianta uyğun deyil. Utanıb başını aşağı saldı. Nə üçün başını aşağı saldı? Utanıb başını aşağı saldı. Bu da hərəkətin səbəbini bildirir. Başını yellədi. Niyə? Gördüyündən təəssüflənərək. Deməli, C və Y isə hərəkətin səbəbini bildirən feili bağlamaya aiddir. Bugünlük bu qədər. Fiilin digər mövzularını da inşallah yaxın zamanlarda izah edərik. Çox sağ olun. Təşəkkür ederim.